Salam. İstənilən bir məsələdə hansısa xoşa gəlməyən, cəmiyyətin sevmədiyi, qəbul etmədiyi hansısa mənfilikləri, pislikləri, destruktiv əməlləri və s. Yəni bütün bunları biz tənqid edərkən və yaxud nəsihət edərkən bunlarla bağlı çox şey eləmiş olmuruq. Yəni bu şeylərin qarşısını almaq üçün, bunlarla mübarizə aparmaq üçün çox da əhəmiyyətli bir iş görmürük. Hətta məncə heç bir iş görmürük. Hətta bəlkə biraz da başqa mənfiliklərə yol açırıq. Biz danışmışdıq yeniyetmə psixikası haqqında. Yeniyetməni demişdik ki, anlamaq lazımdır. Yeniyetmə tənqidə və nəsihətə qətiyyən reaksiya vermir. Verir, amma mənfi reaksiya verir. Yəni müsbət reaksiya vermir. O bunlara uyğun deyil, yəni. Onun psixikası, daha doğrusu yeniyetmə psixikası bizim psixikamızın yeniyetmə hissəsi tənqid və nəsihət üçün açıq deyil. Fikir verin, yeniyetmələrə tənqid edəndə və yaxud onlara nəsihət verəndə onlar necə reaksiya verirlər? Qətiyyən buna müsbət yanaşmırlar. Eynilə də bizim psixikamızın yeniyetmə hissəsi ilə də bu cür davranmalıyıq. Və adətən bu mənfilikləri cəmiyyətimizdə, dünyamızda gördüyümüz bütün bu mənfi məqamları kim eləyir? Təbii ki, yeniyetmə eləyir. Yeniyetmə psixikası eləyir. Ona görə də onunla bu üslubda danışmaq heç bir işə yaramır. Yəni baxın, bugün televizorda və yaxud sosial şəbəkələrdə tənqid, yəni nə qədərdir? Verilişlər var. İnsanların ailə vəziyyətini, ümumiyyətlə sosial problemləri açıb göstərən, çox belə aydınlığı ilə açıb göstərən verilişlər var. Baxın, onlar nə edir? Onların maksimum edə biləcəyi şey ictimai qınaq yaratmaqdır. Orada deyilən sözlər nədir? Yəni, yalnız tənqid. Sən heç utanırsanmı belə bir şey elədiyin üçün? Bu yaxşı bir şey deyil və s. və axır. Yəni bu üslubda gedir dialoq, bu tonda gedir. Orada heç vaxt biz görə bilmərik hansısa hərəkətin psixologiyasına varılsın, şuuraltısına varılsın. İnsan bunu nə üçün edir, niyə edir? Belə məqamlar biz görə bilmərik. Ona görə də bax, bütün bu proqramların, bütün bu layihələrin, bütün bu tənqidlərin və nəsihətlərin edə biləcəyi, yenə deyirəm, maksimum edə biləcəyi şey o ictimai qınağı yaratmaqdır. O da bir işə yaramır. Xüsusilə indiki dövrdə, yeniyetmənin artıq tamamilə başını itirdiyi bir dövrdə bu ümumiyyətlə işə yaramır. Yəni 20'li yaşlarda, məsələn 30'lu yaşlarda gənc qızların müxtəlif estetik prosedurlara özlərinin belə tanınmaz hala gətirilməsi təbii ki, yaxşı bir şey deyil. Şəxsən mənim xoşuma gəlmir. Bu mənim qətiyyən xoşuma gəlmir. Amma mən onunla tənqid və nəsihət şəklində danışsam, desəm ki, bax bu yaxşı deyil,
bunu eləmə, bu pis görünür. Bu problem üçün heç nə eləmək deyil. Hətta bəlkə əksinə mən onun o yeniyetmə psixikasını başqa bir tərəfdən qızışdırmış oluram. Yəni o bunu mütləq hardansa çıxaracaq. Yəni yeniyetmə psixikası seçilmək istəyir, yəni. O bütün bunları buna görə edir. Seçilmək istəyir, fərqlənmək istəyir. Bu burada olmayacaq, bunu eləməyəcək və yaxud tənqid və baskı bəlkə çox olacaq, gedəcək başqa bir yerdən bunu eləyəcək. Ona görə də anlamaq və izah eləmək. Mən yenə deyirəm, mənim tutaq ki, nəsə xoşuma gəlmir. Amma mən anlayıramsa ki, o bunu nə üçün eləyir? Mən bunu anlayanda, mən istəsəm belə o yanaşmadan çıxış eləyə bilmərəm. Tənqid və nəsihət mövqeyindən baxa bilmərəm məsələyə. Mən bunun psixologiyasını izah eləməyə çalışacağam. Mən bunun şüuraltısını izah eləməyə çalışacağam. Mən yeniyetməni anlama mövqeyindən çıxış eləyəcəm. Ona görə də baxın, özünüz müşahidə eləyin, özünüz qərar verin. Tənqid ümumiyyətlə sizə necə təsir eləyir? Mən hər zaman bəzən Facebookda yazandakı tənqid çox mənasız bir şeydir. Yəni hər kəs üçün mənasızdır. Yeniyetmə üçün də mənasızdır. Yetkin üçün də mənasızdır. Uşaq üçün tamamilə mənasızdır. Yəni, tənqid və nəsihət. Tənqidə və nəsihətə yatımlı insanın özü belə problemli insandır. Yəni o insan ki belə daim nəsihət eşitmək istəyir və nəsihət altında olur. Bunun özündə altında çox şeylər yatır. Ona görə belə ol, elə ol, bunu eləmə, onu eləmə, bu yaxşı deyil, o yaxşı deyil. Hələ mən demirəm ki, biraz da tənqidin biraz o belə təhqirə keçən formalarından heç danışmıram. Yəni bunlar heç nəyə xeyri olmayan şeylərdir. Yenə deyirəm, bütün bunları eləyən yeniyetmədir. Bütün bu destruktivliklər, bütün bu pisliklər, bütün bu problemli məqamlar hamısı yeniyetmə ilə bağlıdır əsasən. Uşaqla bağlı qismlər də var. Uşaqla bağlı olanları sadəcə sevgi və qayğı lazımdır. Yeniyetmə ilə bağlı olanda da anlama lazımdır. Qətiyyən tənqid orada bir işə yaramır. Tənqid, hədə-qorxu, nəsihət. İnsan özünə bunu niyə edir? 20 yaşda gənc bir qız, 20-30 yaş arası gənc bir qız, gözəl bir qız, üzündə, dərisində hələ heç bir problemi olmayan, canlı, təravətli bir qız. Niyə gedib o estetik prosedurlarla özünü tanınmaz hala salır, yəni. Mən onu küçədə görsəm, tanımaram həqiqətən. Birdən-birə, uzun müddət sonra birdən-birə görürsən və şok yaşayırsan. Bunu insan nə üçün eləyir? Bax, bunu açmaq lazımdır. Bunun altında duran o yeniyetmə psixikasının şeyləri nələrdir? Onun ona təkan verən şeylər nələrdir? Nə üçün edir? O qız çox gözəl bilir bu tənqidi yanaşmaları artıq. Bugün kifayət qədər cəmiyyətdə buna mənfi yanaşılır. O bunları artıq bilir. Bu artıq
5 il əvvəl deyil. Amma buna baxmayaraq o bunu eləyir. Bax, bunun altında duran məqamları açmaq lazımdır. Mən indi ona desəm ki, bu yaxşı bir şey deyil, bu çox pis görünür, özü də çox pis vəziyyətə salırsan, bu ona nəinki bir xeyir verməyəcək, bu əksinə onu daha da o yeniyetmə psixikasını, Türklər demişkən tətikləyəcək, yəni biraz da ona qaz verəcək, biraz da onu özü indiki yeniyetmələrə demək olmur. Nəsə əvvəlkilər bəlkə daxilən istəməsələr belə özlərini eşidirmiş kimi aparırdılar. Amma indiki açıq şəkildə deyir, sənə nə var, özün bilər. Ona görə yeniyetməni anlamaq lazımdır. O bunu nə üçün edir? Yeniyetmə psixikasının xüsusiyyətlərini açıb qoymaq lazımdır. Seçilmək istəyi, fərqlənmək istəyi, içindəki ağrıdan qaçmaq istəyi. Yenə deyirəm, o hətta bilir ki, artıq bu yaxşı bir şey deyil. Özü də bilir. Özü də bəlkə peşmandır. Amma geriyə dönüş yox. Biz keçən dəfə danışmışdıq yeniyetmənin başını itirməsi haqqında. Başqa yol da bilmir çünki. Başqa yol bilmir. Bildiyi yol budur. Nəyin bahasına olursa olsun, nəsə eləsin. Nəsə eləsin ki, seçilsin, fərqlənsin. Hətta pis olsa belə eybi yox. Çünki başqa yol bilmir, yəni. Fərqlənmənin bəlli bir yollarını verir cəmiyyət onlara hazır şəkildə. Da bunları götürür, istifadə edir. Başqa yol, yeni bir şey çıxsa sabah, ona da gedəcək. Bax belə. Ona görə mən bəzi xüsusilə cəmiyyətin qəbul elədiyi, sevdiyi insanların dilində tənqid eşidəndə, nəsihətamiz çıxışlar eşidəndə təəssüf eləyirəm. Yəni bunlar bizə heç nə vermir. Əgər sən bir şey görürsənsə, gördüyünü izah eləməlisən. Gördüyünü olduğu kimi deməlisən. Amma sən bunu eləmə, bu yaxşı deyil deyirsənsə, demək ki, heç nə görmürsən.